Əziz dostlar, bugün bizim çox maraqlı, gözəl bir qonağımız var. Həm müdrik insandır. Əvvəllər mən belə tanımırdım, efirlərdə görürdüm, amma bugün şəxsən tanış oldum, həm də çox sevdim və çox da ibrətamiz məsləhətləri var. İnsanlar üçün özünün 75 yaşı var, tanınmış, hər kəsin sevdiyi İsfəndiyar müəllim, Şərəf İsfəndiyar müəllim. İsfəndiyar müəllim, xoş gəlib, səfalar gətirmisiniz. Sizi görməyimizə şadıq. Mənə bir deyin görün, bu analizlərinizə baxdım, bu analizlər maşallah olsun, məndən daha yaxşıdır. Bir-iki dənə yüngül soyuq dəymə var, o başqa şey. Bunun sirri səbəbi nədir ki, bizim İsfəndiyar müəllimiz belədir? Mən sizə deyim ki, mən Taliyə yenidən şəhadiyyət çəkirdim və 30 il bundan qabaq açıq qoyurdum. Mən düşündüm ki, dərmanla müalicə olunmaq mümkün deyil. Mən özümü müalicə eləməliyəm. O zamandan başladım üzməyə, 35 ildir hər gün ən azı 500 metr üzürəm, 3-4 kilometr gəzirəm və çörəkdən ümumiyyətlə imtina eləmişəm. Yağda pişən şey, zeytundan başqa qəti yemirəm. Bir də çalışıram ki, şirniyyatlardan ümumiyyətlə mən imkanım olsa, şirniyyatlarınızda yazıram ki, ağ ölüm. Onlardan mən baldır, xurmadır, ərikdir. Sizə deyim ki, ayda bir 10 kilo ərikdən istifadə edirəm, bu ərikdən çay içirəm. Sonra xurmadan, baldan, yəni belə şeylərdən və mən açıq qoymamaq üçün də həm bunları elədim, həm də siz təsəvvür eləyin ki, həftənin 6-7 günü təmiz balıq yerim, heç nəsiz. Ona görə də... Ətlərdə nə üstünlük verirsiniz? Mən çərp ətini çox yeyirəm. Çirkətinə daha gözəl. Bir də toyuq əti, bir də balıq əti. Çaydan su ilə aranız necədir? Çayı çox içirəm. Çox içərsiniz. Bəli, suyu da normasını içirəm. Bir müddət mən təxminən 20 il gündə səhər durardım, 6-7 kilo bir qarpız yeyərdim. Sonra gördüm, yaşlaşandan çox şəkər dadlarım, onu tulladım. Ona görə də böyünə qədər içinə böyrəyimdə daş olur, özümdə daş olur. Yəni, həkimə birinci dəli müraciət edirəm, sizin yanınıza gəlmişəm. Allah şəfa. Çünki hər ildə bir dəfə özümü yoxladıram. Hər şey öz qaydasındadır. Nədə çatışmamazlıq olsa, həmən şeyə qarşı mən həssas davranırım və o şeyi mən özümdən uzaqlaşdırıram. Çox təşəkkür edirəm. Sağ olun, yaşayın. Çox gözəl bilgilər verdiniz, əziz dostlar. Uzun ömrün sirrini öyrənə. O gün olsun İsfəndiyar müəllimimiz 100 yaşı olsun. Allah ömür versin, onda da gəlsin məsləhətlərini versin. Mən sizə deyim ki, mən məqsəd yönlü işlə getməmişəm. Öz ağlımın dədəkəsi ilə. Mən söz vermişəm ailəmə də, işçilərimə də 100 yaşına qədər işləyəcəm. İnşallah, amin. Yəni bir şey deyim sizə, Allah insanları deyirlər Allah'a tapşırım. Allah yaşadı, Allah'ın vaxtı yoxdur, ömür versin. Ömrü insanlar özü kazanır. Özlərə bakarsansa, canın da sənə bakacaq. Bakmazsansa, gərək nəfsini qoruyasan. Düz. Belə yaşamağın sirridir, başqa gözəl. Allah sizi qorusun. Təşəkkür edirəm gözəl məsləhətlərinizə görə.